Və Ramazan ayında hə, gəlir şükür olsun Allaha da. Ramazan ayı funksiyaları bilirsiniz nədir? Təqva yaradır. Təqva nədir? Nəfs əmmaranın qabağında stop. Ya eyyuhellezine amenu kutibe aleykumus siyam kema kutibe alellezine min qablikum la'allakum təttəqun. Oruç tutun ki, təqva olsun. Təqva nədir? Yəni, nəfsə yoxdur. Bu səni zəlil eləyir, bu səni rəzil eləyir, bu səni hörmətdən salır, bataqlığa aparır, uçuruma aparır. O deyil nə? Təqva yəni yoxdur. Stop. Olmaz. Bu tərəfi qalib elə bu tərəfə. Ramazan ayının xüsusiyyəti budur. İnsanın o ali tərəfi daha çox aktuallaşır. Bu tərəf fikir versin, nə qədər azaltmışıq, yemək olmaz, içmək olmaz və s. Zəifləyir özdə nəfs. Nəfs zəifləyir. Fitrət nə olur? Başlayın qalxmağa ayağa, söz deməyə, inkişaf eləməyə. Bax, budur. Güc var Ramazan ayında, fürsət də əlimizə. Mövzumuz Ramazan ayında daha çox əlimizə tutacaq bu mövzumuz. Zəifləyir, bu tərəfdən fitrət nə olur? Güclənir. Orucu ilə, duası ilə, ibadəti ilə, iftar süfrələri ilə, zikirlərlə və s. Qədir gecələri neyinir? Bu insan ruhu bu tərəfi gücləndirir. Gücləndirir. Nə qədər bacardınız gücləndirir. O təqva, Allah həmən təqvadan danışanda Quran-ı Kərimdə buyurur: "Ya bani Adəm, qad anzalna aleykum libas yuvari savatikum və rishan." Allah libasdan danışır. Adəmin qissəsidir, hekayəsidir. Orada libası izah edir. Libasın iki dənə xüsusiyyəti var da. Bir insanı örtünür, bir də insana zinətdir. İnsana zinət verir. Libas bir örtünür. Libası niyə giyinirlər? Libası örtünmək üçün giyinirlər də, soyunmaq üçün giyinmirlər ki. Libasın funksiyası odur da, düz deyin. Deyir, libas örtür, qoruyur səni. Həm də nədir? Zinətdir sənə. Sonra davamında görə nə deyir? Deyir, libasu təqva zalikə xeyr. Təqva libası lap qəşəkdir ya. Bir də o birisi libasından giyinin yəni. Ahiyyəti. Deməli, bunun iki dənə xüsusiyyəti var. Bir, insanın örtür eyiblərini. Nə mənada? Nəfs əmmara, nəfs başlayır insanın eyiblərə, günaha, xətaya çəkməyə. Təqva neyinir? Olmaz, olmaz. Qabağa kes. Ayıbdır, yaxşı. Biraz özüvə gəl, biraz özüvə gəl. Otur aşağı. Sabırlı ol, təmkinli ol. Sənə nə qədər verirəm o qədər. Ondan artıq sən ya. Sən mənə dikt eləmə. Mən sənə deyəcəm nə qədər. Və eyni zamanda neyinir təqva insanı? Zinət. Zinətdir insana. İnsanı zinətləndirir Allahın huzurunda. Həm Allahın huzurunda, həm cəmiyyəti içində. Başa düşürsünüz? İnsan utanır, həya edir, büyük cəmiyyətimizə deyirlər, heç kompleks lazım deyil. Bəzən belə sözlər işləyirsə, yəni. İnsan gəlir kompleks olmasın. Hə, indi, məsələn, bunu bəhs eləmək olar ki, psixologiyada bəhs olunur. Bəzi komplekslər yersizdir, insanı ruhdan salar, yolundan salar, saxlar. Amma heç şeydən utanma, həya eləmə, bu mənada deyir.